1-ci liqanın 12-ci tur çərçivəsində məhz Binəqəsəbə stadionunda maraqlı bir görüş bizi gözləyir. Hansı ki, Ordu İdman klubu Şəfanı qonaq edəcək. Yadullayevdir. İşarə də gəldi, artıq qarşılaşma da start götürdü. Həmçinin hər iki komandaya uğurlar arzu edək. Güclü olan qalib olsun deyək. Yadullayevə təzyiq var idi. Ruslan top elə keçirdi. Zərbə! Mirac Baxşalov. Ötürmək istəyib. Fərəc Olçundu zərbə indirdi. Qapqarşı ötürmə. Başla zərbə! Eliasəlli! Neyi çıxardı, necə bacardı onu? Ruslar rəqibini birini aldatdı. Naidi qatdı əmləyə. Naidi Əliyev. Zərbə müdafiəsi daxildədir. Naid zərbə! Məs yeri gəlmiş onda qeyd edim ki, onda pasifində sarı vərəqə var. Elton Əlibəyli. Seyxan sinəsi ilə aram etdi. Zərbə! Məzahir təzyiq var. Geriyə doğru ötürmə. Naid təzyiq edirdi. Naid! 2 nəfərin ötəsində topu çıxardı. Naid Əliyev. Qapçında kesin. Naid və gol! Naid Əliyev! Ötürmən oxudu. Araya girdi, qazandı. 2 nəfərin ötəsindən. Topu çıxardı. Asma olacaq. İşarə gəldi. Başla zərbə və gol! Zahid Mərdanov və gol! Standart vəziyyəti qola çevirdilər. Baş zərbəsi ilə topu torlara yollamağı bacardılar. Yadullayev. Referi görüşü bitirdi. Maraqlı bir mübarizə izlədik. Çox başa-baş yüksək tempdə.